Əziz Azərbaycan xalqı, əziz Naxçıvanlılar, əziz Cəhri cəmaatı. Bugün biz Azərbaycan xalqının azadlığı, istiqlaliyyəti, suverenliği, müstəqilliği, onun ərazi bütövlüyünün toxunulmazı uğrunda öz canını qurban vermiş şəhid qardaşımız Məmmədov Rasim Əbduloğlu'nun dəfn mərasiminə yığılmışıq. Xahiş edirəm, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, tabur komandiri, şəhid qardaşımız Məmmədov Rasim Əbduloğlu'nun əziz və əbədi xatirəsini bir dəqiqəlik sükutla onun qəbri önündə yad edir. Allah şəhid qardaşımıza rəhmət eləsin. Allah rəhmət eləsin. Ey vətən oğlu, keçdiyin yerləri torpaq deyərək keçmə tanı. Düşün altındakı minlərcə kəfənsiz yatanı. Sən şəhid oğlusan, yazıqdır, incitmə atanı. Vermə bu cənnət vətəni, versələr dünyanı sənə. Əziz Cəhri cəmaatı, bugün Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, mayor, tabur komandiri Məmmədov Rasim Əbduloğlu'nun dəfn mərasimində biz sizinlə birlikdə iştirak edirik. Məmmədov Rasim Əbduloğlu 1977-ci ildə Naxçıvan Muxtar Respublikasının Cəhri kəndində anadan oldu. O 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirərək Azərbaycan Silahlı Qüvvələrində tağım komandiri kimi xidmətə başlamışdır. Azərbaycan Silahlı Qüvvələrində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək o getdikcə tutduğu vəzifələrdə yuxarı getmiş və mayor hərbi rütbəsinə qədər gəlib çatmışdır.